Salam əziz dostlar. Təkasür surəsinin sözbəsöz tərcüməsini sizə təqdim edirik. Əuzu billahi minəşşeytanirracim. Bismillahirrahmanirrahim. Əlhəkumut təkasür. Təkasür çoxluqla yarışmaq, çoxluğa özünü öz var dövlətini başqası ilə müqayisə eləmək, məndə çoxdur, onda azdır, bu mənadadır. Əlhakum ləhv sözündəndir. Yəni sizin başınızı qarışdırdı, oynatdı sizi. Ləhvul əb sözündəndir. Başınızı qarışdırdı, bu cür tərcümə eləyək. Başınızı o qədər qatdı ki, əlhakum qarışdırdı sizi, yəni sizin başınızı. Ət-təkasür, sizin çoxluqla övünməyiniz, yarışmağınız o qədər qatdı ki, həttə zurtumul məqabir. Ta o zamana kimi ki, zurtum, siz ziyarət etdiniz. Zur, ziyarət, tum, siz. Zurtum, siz ziyarət etdiniz əl-məqabirə. Məqabir, qəbirləri. Yəni, öz var dövlətinizi sayırdınız. Sonra gedirdiniz, öz dünyadan gedənlərinizi də sayırdınız ki, bunlar da bizim nəslimizdəndir. Bunlar da biz onunla da öyünürdünüz, fəxr edirdiniz. Bu mənada. Kəllə, xeyr, heç də yox. Səvfə tə'ləmun. Tə'ləmun biləcəksiniz. Səvfə tə'ləmun gələcəkdə biləcəksiniz. Bir müddət keçəndən sonra, uzaq keçmişə dairdir. Sümmə, sonra, kəllə, xeyr, səvfə tə'ləmun. Yenə də siz biləcəksiniz. Gələcəkdə biləcəksiniz, yəni uzaq gələcək. Kəllə, xeyr, heç də yox. Ləv tə'ləmunə ilməl yəqin. Əgər bilsəydiniz və yaxud kaş biləydiniz, yəqinlə, yəqinliklə, ilməl yəqin, yəqin biliklə, yəqin bilməklə, kaş bilsəydiniz, biləydiniz, kaş biləydiniz. Lətəravunnə, təravunnə lam təkiddir, nun da nun təkiddir. Təravu, yəni görəcəksiniz. Mütləq, lam və nun ikisi bir yerdə mütləq təkidləndirir. Lətəravunnəl cəhim, mütləq, cəhənnəmi, cəhim. Cəhənnəmi təravunna görəcəksiniz. Mütləq cəhənnəmi görəcəksiniz. Nə cür görəcəksiniz? Aynəl yəqin. Öz gözünüzlə. Aynəl yəqin, yəni tam yəqinliklə. Bir ilmul yəqin var, bilmək yolu ilə, bir də var gözlə gedib görürsən. Bunlar tamamilə fərqli yəqinin növləridir. Sümmə, sonra lətusəlunnə, sizdən soruşulacaq. Yevmə izin, o gün ənin nəim, nemətlər barəsində, nemətlər haqqında sizdən soruşulacaq. Sadaqallahul aliyyul azim. Sağ olun.